Hər vaxtınız xeyir. Əmək bazarının yenilikləri ilə tanış olmaq və iş tapmaq istəyənlər işsizlikdir efirdədir. Əmək bazarında hansı yeni iş imkanları var? İş tapmaq və işini dəyişməyi istəyənlər diqqətiniz bizdə olsun. Paytaxt Bakı həmçinin regionlardakı dövlət və özəl müəssisələrin vakansiyalarını sizinlə bölüşəcəyik. Hüquq üzrə təhsil aldı, amma tamam fərqli sahəni seçdi. Sevdiyi işin arxasınca getdi. Böyük risklərə baxmayaraq geri çəkilmədi. İndi isə bir neçə ölkədə fəaliyyət göstərən biznesin sahibidir. Orxan Əhmədovun uğur yolu ilə tanış olacağıq. Ölkədə iş zamanı baş verən ölüm hallarının və xəsarətlərin sayında əvvəlki illərlə müqayisədə artım var. Buna səbəb nədir? İş yerlərində təhlükəsizlik qaydalarına necə riayət olunmalıdır? Verilişimizdə bu suallara cavab axtaracağıq. Həmçinin qəza hallarında işçilərin hüquqları ilə bağlı vacib məqamlara toxunacağıq. Məlumat üçün qeyd edək ki, Bakıda orta aylıq əmək haqqı 9%-dən çox artıb. Bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Belə ki, bu ilin yanvarında paytaxtda muzla işləyənlərin orta aylıq əmək haqqısı 1332 manat təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2% çoxdur. Dövlət müəssisələrində çalışanların əmək haqqıları 1017, özəl müəssisələrdə isə 1110 manat olub və iş axtaranların diqqət yetirdiyi məqamlardan biri də məhz maaş məsələsidir. Maaş nə qədər yüksək olursa, iş bu qədər də cəlb edici olur. Elə sizin üçün seçdiyimiz vakansiyalar arasında da orta aylıq əmək haqqıdan başlayaraq daha yüksək maaşlı iş yerləri mövcuddur. Elə hazırda da proqramımızı sözü gedən vakansiyalarla davam etdiririk. Bakı İstanbul Liseyi Rus bölməsinə riyaziyyat, tarix, ədəbiyyat və Rus dili fənni üzrə müəllim vakansiyasını təqdim edir. İşləmək istəyənlər 28 may tarixinədək liseyin elektron ünvanına CV yollaya bilərlər əmək haqqı razılaşma yolu ilə. Zefir Moldakı Uşaq Əyləncə Mərkəzində nəzarətçi işi var. Azərbaycan və Rus dillərini sərbəst bilmək və uşaqlarla işləmək bacarığı tələb olunur. Əmək haqqı isə 600 manatdır. Kontakt.com çatdırılmalar üzrə operator vakansiyasını təqdim edir. Səlis Azərbaycan və Rus dili biliyi olanlar müraciət edə bilərlər. Maaş isə 650 manatdır. Azera Holdingdə qeydiyyatçı vakansiyası aktivdir. Tələblər isə bunlardır. Ali və ya orta ixtisas təhsili, səhiyyə sahəsində minimum 2 il iş təcrübəsi, Azərbaycan və Rus dilində səlis danışıq. İngilis dili biliyi isə arzu olunandır. Əmək haqqı isə 900 AZN təklif olunur. Bəli, vakansiyalar çoxdur, seçimlər genişdir. Amma iş seçərkən təkcə maaş deyil, təkcə vəzifə deyil, eyni zamanda həmin o iş mühitinin təhlükəsizliyi məsələsi də önəmli məsələlərdən biridir və xatırladaq ki, dünyada hər il 2 milyondan çox insan iş yerlərində baş verən qəzalar nəticəsində həyatını itirir. 160 milyondan çoxu isə peşə xəstəliklərinə məruz qalır. Halbuki iş yerlərində təhlükəsizlik məsələsi həmişə ön planda olmalıdır, amma təəssüf olsun ki, bir çox iş yerlərində işçilərin təhlükəsizliyi yetəri qədər təmin edilmir. Bunu görürük. Bəs ölkəmizdə bu mövzuda vəziyyət nə yerdədir? Əməkdaşımız bu məsələni araşdırıb, gəlin izləyək. İş yerlərində qəzaların çoxu demək olar ki, texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən baş verir. Belə hallar isə daha çox istehsalat müəssisələri və tikinti sektorunda müşahidə edilir. Bu kimi iş yerlərində baş verən qəzalar əsasən ölüm və ağır xəsarətlərlə nəticələnir. Bir çox iş yerlərində bu qaydalara ciddi yanaşılmır. Qeyd edək ki, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri haqqında qanunda peşə riskləri 14 kateqoriyaya bölünür. Həmin kateqoriyaya görə hər bir işçi peşəsinə uyğun sığortalanmalıdır.
Qanun tələbinə əsasən sığorta ödənişlərinin 3 növü vardır. Deməli, aylıq sığorta ödənişləri, bir dəfəlik sığorta ödənişləri və əlavə sığorta ödənişləri. Ölən şəxslərin ailə üzvlərinə adətən bir dəfəlik sığorta ödənişləri həyata keçirilir. Aylıq ödənişlər aydındır ki, orta aylıq əmək haqqına nisbətən hesablanır. Əlavə ödənişlərə isə bu zaman işçinin çəkdiyi müalicə xərcləri, eyni zamanda nəqliyyat xərcləri, olan müəyyən müalicəyə ehtiyacı varsa, onları əhatə edir. İş zamanı baş verən qəzalar üçün kompensasiya ödənişlərinə gəlincə, təəssüf ki, bir çox hallarda işçilər onlara dəyən zərərə görə kompensasiya ala bilmirlər. Bəs qanunla bu məsələ necə tənzimlənir? İşə götürənlər işçilərə dəyən zərərə görə onların kompensasiya alma hüququnu təmin etmək üçün onları mütləq hər bir işçini sığorta etdirməlidir və onlara sığorta ödənişlərini həyata keçirməlidir. Eyni zamanda sığorta şirkətləri də kompensasiya ödəmək vəzifələrini həyata keçirtməlidirlər işçilər qarşısında. Kompensasiya ödənişlərinin məbləği işçinin aldığı xəsarət miqdarına görə dəyişə bilər. Əgər işçi vəfat edərsə bu hadisələr nəticəsində, o zaman o kompensasiya almaq hüququ onun ailə üzvlərinə keçir. Vəkillər kollegiyasının üzvü Əsmər Babayeva deyir ki, kompensasiya ödənişi işçinin həyatına və sağlamlığına dəyən zərərə görə müəyyən olunur. İşə götürən kompensasiya ödəməkdən imtina etsə, o zaman məhkəməyə müraciət edilə bilər. Kimsə sənə inanmasa da olar. Yetər ki, özün özünə inanasan. Onun həyat prinsipi budur. Bu prinsip ona tamamilə yad bir yola çıxmağa ilham verdi. Evini satdı, bütün vəsaitini riskə atdı. Amma bütün bunların bəhrəsini görəcəyinə inandı və yanılmadı. Orxan Əhmədovun uğur yoluna birlikdə nəzər salacağıq. Planlarım başqa idi. Bu işə sözün əsl mənasında tam vuruldum da, dedim ki, yəni bu işi mən eləyəcəm, mən də alınacaq. Evimi satdım və kafşop açmağa qərar verdim. Düşünürsən ki, birdən iş belə yox, belə getsə, nə edəcəm? Gedib vağzalda mı yatacam? Başqa yolum yox idi. Bakıdan kömək istəməyə bir imkanlı valideynlərim yox idi. 7 il keçib, artıq 10 şöbəmiz var. Yəni bir insan ağlı bir şey tapıbsa, yəni bəhanə axtarmalı deyil. İntuisiya, öz istəyin, işi götürdün, getmək lazım. Ailəmiz, bizdə çox da həkimlər çoxdur, bir də müəllimlər çoxdur. Ona görə biraz o qədər də reaksiyaları yaxşı deyildi. Amma yəni öz sevdiyim işi tapa bildim. 7 il keçib, artıq 10 şöbəmiz var. Altısı Berlində, ikisi Bakıda, biri Dubayda, biri Odessada. Bugün Türkiyəyə, bir çox xaricdə ölkələrə, daha çox Avropada, Berlində marketlərə, Hamburqda, Frankfurtda kofe satırıq. Bu sahə haqqında heç məlumatım belə yox idi mən Azərbaycanda yaşayanda. Heç kofeyə də marağım yox idi, mən də hamı kimi çay içirdim. Mən burada yaşayanda fikirlərim hüquqa aid idi, sözün düzü, yəni planlarım başqa idi. 2014-cü ildə Almaniyaya köçmüşəm. Burada da hüquq oxumuşdum Bakı Dövlətdə. Orada Berlində də hüquq oxumuşdum, magistratura. Elə də marağım yox idi təhsilimə, amma ora Almaniyaya getməyin ən asan yolu o zamanlar təhsil idi. Bilirdim ki, nəsə eləmək istəyirəm. Hüquqdan savayı, hüquqdan kənar nələrsə eləmək istəyirəm, amma tam heç özümü bilmirdim nə istəyirəm. Bütün işlərdə burger, pizza, kafe shoplar, restoranlar, delivery, security, ağlınıza gələ biləcək istənilən şirkətlərdə işləmişəm. Amma sonra gördüm ki, yəni bu kofe işi həm daha təmiz, həm daha mənim üçün maraqlı gəldi. Marağım olduğu üçün işdə çətinliklər olanda təslim olmadım. Kafşopda işləyəndə elə artıq yəni bu işə sözün əsl mənasında tam
vuruldum da, dedim ki, yəni bu işi mən eləyəcəm, mən də alınacaq. Evimi satdım və coffee-shop açmağa qərar verdim. Elə o pulun hamısını qoyub belə ilk coffee-shopumu açmışdım. Yəni bugünkü ağlımla 89 minim olsaydı əlimdə, təbii ki 60-ını qoyardım, 30-unu qıraqda saxlayardım. Əvvəlcədən bir plan qurardım, bir bazar araşdırması eləyərdim. Görmədən, heç nəyə sağa sola baxmadan şey eləməzdim, biraz düşünərdim falan. Amma elə yaxşı ki, elə 10 il əvvəl bugünkü ağlım olmayıb, elə başlamışam, getmişəm elə. İndi hər şey yaxşı gedir. Bütün pulu qoyursan, işləyirsən və düşünürsən ki, birdən iş belə yox, belə getsə, neyniyəcəm, o pulu hardan tapacam, yəni neyniyəcəm, yəni gedib vağzalda mı yatacam, neyniyəcəm. Yəni başqa yolum yox idi. Bakıdan kömək istəməyə bir imkanlı valideynlərim yox idi. Təbii ki, reaksiyalar hamısı mənfi idi. Çünki birinci mənə güvən yox idi. Heç kim inanmırdı ki, yəni bunu bacara bilərəm. Özümə elə ilk gündən inanırdım ki, yəni bu yolun geri yolu yoxdur. Yəni gedirəm, eləyəcəm. Məndə coffee-shopun önü bağlı idi, yazılmışdı coming soon. Mən də o vaxtda perfeksionist idim. Düşünürdüm ki, 1-2 həftə hər şey əla olanda açacağam. Elə səhər durdum, elə 5-7 saat, elə düşdüm aşağı. Əslində onları hamısını cırmaq çox çətindir. Elə özüm cırdım. 8 idi, 9 idi, 7 idi, coffee-shop açdım. Əməkdaş qətiyyən yox idi o zamanlar. Yəni tək idim, tək başlamışdım. Zaten əməkdaşı tutmağa heç pulum da yox idi. Ona görə elə ən çətin idi. Elə səhər coffee-shop'a aç, axşama qədər işdə. Axşamdakı iş bitəndən sonra yenə də iş bitdi, amma yenə də işin o biri tərəfdə qalaraq nələrsə sifariş edən, o bu falan stres. Səhər necə coffee-shop'u açırdım, axşam necə bitirdi, yəni bu belə olurdu. Yəni özümə çox maraqlı idi. Gecə yerimə girirdim, artıq gözləyirdim ki, tez səhər olardı, tez kafeni açardım. O həvəsdir də insanda, yəni hər adam onu eləyə bilməz axı. Heç pul qarşılığında da eləyə bilməz onu hər adam. Yəni yaxşı ki, elə istədiyim işi tapa bilmişəm ki, hardakı xoşbəxt. Sevirəm də işimi, yəni. Mənə maraqlıdır. Uğursuz biznes deyilən bir şey yoxdur. Məncə orada yeganə səbəb odur ki, yəni insanlar hansısa bir xəttə təslim olur. Bir var, bir yerdə işləyirsən, sən əminsən ki, yerlə göy bir olsa, ay sonu sən maaşını alacaqsan. Bir də var, işləyirsən, heç bilmirsən, bəlkə də aylarla pulsuz işləyəcəksən. Yəni o insanda o həvəs olmasa onu eləyə bilməz. Əgər sən öz işini qurmaq istəyirsənsə və heç sən yəni onları sənə kimin inanmağı heç səni maraqlandırmalı deyil. Yəni bu iş elədir ki, sən burada təksən. Yəni onu eləyə biləcəksənsə, tək çıxıb eləyə biləcəksənsə elə. Köməyi gözləyirsən ki, səni kimsə anlasın falan. Yəni şərt deyil başlamaq. Özünü yorma. İstəkləri varsa, bir arzuları varsa, yəni bir insana heç nə mane ola bilməz. Əgər sən düşünürsən ki, mən məsəl üçün avokado satmaq istəyirəm, amma Bakıda avokado yetişilmir, o səbəb deyil. Köç Afrikaya, köç onun yerinə, hardadsa orada elə. Yəni bir insan ağlına bir şey tapıbsa, yəni bəhanə axtarmalı deyil. Yəni bu adam icazə vermir, o adam pis baxır, o adam nədir? Onsuz da nə eləsən insan yenə də o işə pis baxan tapılacaq. İntuisiya, öz istəyin, işi götürdün, getmək lazım. Efrimizin mövzumuzun müzakirəsi ilə davam edirik. İş yerlərində təhlükəsizlik məsələsi haqqında danışırıq. Xatırladaq ki, Azərbaycanda işdəki qəzalar nəticəsində dünyasını dəyişənlərin sayında ciddi artım var. Bu barədə statistik göstəricilər də var. Onları ekrana gətirmək istərdik. Xatırladaq ki, Dövlət Statistik Komitəsinin məlumatına görə 2024-cü ildə ölkədə istehsalat zamanı bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini və həyatını itirənlərin sayı 747 nəfər olub.
Halbuki 2023-cü ildə bu rəqəm 454 idi. Bəs bu artım nə ilə əlaqədardır? Ümumiyyətlə işçilərin təhlükəsizliyi necə təmin olunmalıdır? Mövzunu təhlükəsizlik üzrə ekspert Orxan Musayevlə müzakirə edəcək. Xoş gəlmisiniz, hər vaxtınız xeyir olsun. Xoş gördük. Göstəricilərlə siz də tanış oldunuz və bir il ərzində nə qədər artım olduğu da göz qabağındadır. Təxminən 2 dəfə artım var. Sizcə necə düşünürsünüz? İstehsalatda bədbəxt hadisələrin artmasına səbəblər nədir? Bilirsiniz, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ təsbit edilib. Əmək Məcəlləsinin 317 maddəsindən 33-ü sırf əməyin mühafizəsi məsələlərinə həsr edilibdir. Yəni bu əməyin mühafizəsi məsələlərinin nə dərəcədə aktual və ciddiliyini bir daha göstərir. Ona görə də işə götürənlər Əmək Məcəlləsinin tələblərinə uyğun işçilər üçün təhlükəsiz və sağlam əmək şəraiti təşkil etməli. İşçilər də öz növbəsində onlar üçün təşkil edilmiş təhlükəsiz və əmək şəraitinin tələblərinə riayət etməlidirlər ki, nəticədə bədbəxt hadisələr baş verməsin. Yəni bədbəxt hadisələrin baş verməməsi üçün həm işə götürənlər tərəfindən, həm də işçilər tərəfindən qaydaların tələblərinə əməl olunmalıdır. Bundan əlavə işə götürənlər tərəfindən iş yerində xəsarət almış işçiyə mütləq ilkin tibbi yardımın göstərilməsi təşkil olunmalıdır. İşə götürənlərin hər hansısa bir səhlənkarlığı ucbatından bu hadisə baş vermişsə, müəyyən cərimə tədbirləri işə götürənlərə görülür. Yəni ona görə də öncədən işə götürənlər tərəfindən təhlükəsiz əmək şəraitinin yaradılması və iş yerlərində ümumi təhlükələrin riskləri qiymətləndirilməlidir. Bütün işlərin görülməsindən öncə mütləq risklər qiymətləndirilməli. Hansı işlərdə hansı risklər yüksəkdirsə, bu işlər müəyyən digər metodlarla əvəz olunmalı və yaxud insan əməyinin rolu minimuma endirilərək müəyyən texnoloji avadanlıqlardan istifadə edilməlidir ki, hər hansısa bir bədbəxt hadisələr baş verməsin. Dediyinizdən belə aydın oldu ki, əmək mühafizəsi qaydalarını pozan, onlara əməl etməyən işə götürənlər birbaşa olaraq qanun qarşısında cavabdehliyi daşıyırlar. Hətta ölüm halı baş veribsə orada, qəza ölümlə nəticələnibsə, bu işə götürənin azadlıqdan məhrum etməyə qədər yəni məsuliyyət daşıyır. Məsələ gedir ora qədər çıxır. Necə düşünürsünüz? Bir tərəfdə qayda, qanun var, amma digər tərəfdə işə götürənlər bu məsələyə məsuliyyətsiz yanaşırlar. Problem nədədir? Niyə görə onlar belə davranırlar? Baxın, deməli 2015-ci ildən etibarən əməyin mühafizəsi sahəsində aparılan yoxlamalar sahibkarlıq subyekti dəstək məqsədi ilə dayandırılıbdır. Yəni, hər hansısa bir tikinti müəssisələrində, istehsalat müəssisələrində əməyin mühafizəsi sahəsində yoxlamalar həyata keçirilmir. Amma bu demək deyil ki, məsələyə məsuliyyətsiz yanaşılsın. Təbii ki, bu yoxlamaların keçirilməməsi sahibkarlara dəstək məqsədi daşısa da, bəzi sahibkarlar bu yoxlamaların keçirilmədiyinə arxain olaraq əməyin təhlükəsizliyi qaydalarına dırnaq arası yanaşırlar. Su istifadə edirlər. Təbii ki, bəli. Bu halların olmaması üçün müəyyən yeni mexanizmlər tətbiq olunmalıdır. Yəni, ən azından bir yeni nəzarət modeli təşkil olunmalıdır ki, mövcud vəziyyətdə işə götürənlərə müəyyən bir nəzarət tətbiq olunsun və işə götürənlər tərəfindən artıq əməyin təhlükəsizliyi sahələrinə dırnaq arası yanaşma mümkün olmasın. Onda belə çıxır ki, məsuliyyət elə birbaşa olaraq işə götürənin öz üzərinə düşür. Bilirsiniz, baş verən hadisə nəticəsində, yəni bilavasitə qeyd etmək olmaz ki, baş verən hadisə işə götürənin səhlənkarlığı ucbatından baş verir. Bu hadisə ilə bağlı işə götürən mütləq bir gün ərzində müvafiq dövlət qurumuna, yəni Dövlət Əmək Müfəttişliyi Xidmətinə hadisə baş verməsi ilə bağlı məlumat verməlidir. Bu məlumatın verilməsindən sonra Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən komissiya yaradılır və komissiya heyəti tərəfindən hadisənin baş vermə səbəbi tam dərindən təhlil olunur və araşdırılır. Komissiya rəyindən sonra hadisənin hansı səbəbdən baş verilməsi ilə bağlı yekun rəy verilir. Yəni, yekun rəydə ola bilər ki, işə götürənin və yaxud işçinin özünün səhlənkarlığı ucbatından baş verən hadisə qeydə alınsın. Bugün mövcud qaydaların tələblərinə görə işə götürənlər iş yerlərində işçiləri pulsuz xüsusi geyim, xüsusi ayaqqabı, xüsusi çeşiddə fərdi mühafizə vasitələri ilə təmin etməlidirlər. Baxın, bugün hadisələrin ən çox baş verdiyi
iş növü tikinti hesab olunur. Bəli. Ancaq şəhərimizin müxtəlif yerlərində tikinti işlərinə nəzər salsaq görürük ki, işçilər xüsusi fərdi mühafizə vasitələri olmadan, məsələn, hündürlükdə təhlükəsizlik kəmərindən istifadə etmədən, işçi geyimi olmadan iş yerinə yetirirlər. Təbii ki, bu hadisələrin baş verməsindən sonra ən böyük məsuliyyət işə götürənin üzərinə düşür. Çünki işə götürən lazımi sayda, lazımi çeşiddə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməyə borcludur. Bax, yaxşı toxundunuz bu məsələyə ki, biz adi yolla gedərkən hər hansısa bir tikintiyə baxırıqsa, görürük ki, orada həmin o qaydalara əməl etmədən ustalar çalışır, tikintidə işləyirlər. Yəni, bunu biz bir vətəndaş olaraq görürük. Bəs müəyyən qurumlar ki, məsuliyyət daşıyan birbaşa olaraq qurumlar bunu görmürlər. Sizcə necə düşünürsünüz? Yəni, bu qədər ildən ilə bu göstəricilərdə də artım var. İş yerlərində qəza nəticəsində dünyasını dəyişənlərin sayında da artım var. Necə düşünürsünüz? Yəni, bu məsələnin qarşısı axı bir yolla alınmalıdır. Hansı daha effektiv addımlar atılmalıdır? Bilirsiniz, sahibkarlıq subyektində yoxlamaların dayandırılması səbəbindən bilavasitə mövcud qurumlar qayda pozuntusunu görsələr belə, ora ilə bağlı hər hansısa bir tədbir görə bilmirlər. Təbii ki, burada mövcud qaydalar onu göstərir ki, mütləq hadisə baş verəndən sonra artıq müəyyən araşdırmalar həyata keçirilir. Amma hadisə baş verməmişdən öncə də hansı addımlar atılmalıdır? Hadisə baş verəndən sonra da artıq gec olur. Burada artıq işçinin də müəyyən sağlamlığına zərər dəyir. Yəni ona görə də öncədən bu tədbirlər görülməlidir. Öncədən bu tədbirlərin görülməsi üçün də mütləq işə götürənlər əməyin təhlükəsizliyi qaydalarına dırnaqarası yanaşmamalıdırlar. Əməyin mühafizəsi ilə bağlı kompleks tədbirlər görməlidirlər. İşçilər üçün konstitusion tələblərə görə təhlükəsiz və sağlam əmək şəraiti təşkil etməlidirlər. Təbii ki, bir çox hallar var ki, məsələn, işə götürənlər tərəfindən əməyin mühafizəsi şəraiti, təhlükəsiz əmək şəraiti təşkil olunur. Növbədə isə işçilər tərəfindən bu qaydalara əməl olunmur. Bu da hadisənin araşdırılması nəticəsində meydana çıxarsa, təbii ki, işçiyə də müəyyən inzibati tənbih növləri verilə bilər. Çox sağ olun, təşəkkür edirik sizə mövzuya öz münasibətinizi bildirdiyinizə görə. Proqramımızı isə əmək bazarında mövcud olan vakant iş yerləri ilə davam etdiririk. Təhsil İnstitutu müəllimlərin işə qəbulu imtahanlarına, peşə ixtisasları üzrə test suallarının hazırlanması üçün mütəxəssis axtarır. Müvafiq ixtisas üzrə minimum 3 il pedaqoji təcrübə tələb olunur, əmək haqqı isə razılaşma yolu ilə. Lador şirkətində rəqəmsal marketinq mütəxəssisi vakansiyası aktivdir. Rus və ingilis dillərini bilən 22-35 yaşlı şəxslər bu iş üçün müraciət edə bilərlər. Əmək haqqı 800-1200 AZN-dir. Tibb bacıları üçün Məlhəm Beynəlxalq Hospitalda vakansiya var. Müvafiq sahə üzrə orta ixtisas təhsili, stasionar şöbədə minimum 3 il iş təcrübəsi mütləqdir. Sertifikasiyadan keçmiş 22-45 yaşlı şəxslər bu iş imkanını dəyərləndirə bilərlər. Əmək haqqı isə razılaşma yolu ilədir. Camal LTD şirkətinə soyuducu ustası axtarılır. Bu sahədə təcrübə əsas şərtdir. Naharı şirkət qarşılayır, iş yeri isə Sultəpə qəsəbəsində yerləşir. Maaş 1300 manat təklif olunur. Növbəti vakansiyamızı təqdim edirik. Azərpoçt Çağrı mərkəzi operatoru vakansiyasına elan edir. Tələblərə gəlincə bunlar ali təhsil, əlaqə mərkəzi və ya müştəri xidmətləri sahəsində ən azı 1 il iş təcrübəsi, Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinin olmasıdır. Əmək haqqı isə razılaşma yolu ilə. Davam edirik növbəti vakansiyamızla. Hacıqabulda yerləşən Pluton Toxumçuluq MMC-də ambardar işi var. Ümumi orta təhsilli şəxslər müraciət edə bilərlər. Əmək haqqı 1575 AZN-dir. Magro Construction-a İzolyasiya və tikinti materialları üzrə menecer axtarılır. İş üçün orta və ya ali təhsil tələb olunur. 22-35 yaş həddi kimi göstərilir. Rus dili biliyinin olması mütləqdir. İngilis dili isə arzu olunandır. Təklif olunan əmək haqqı 1500-2500 AZN aralığında dəyişir. Kristal Abşeron tikinti şirkətində aparıcı mühasib vakansiyası açılıb. Ali təhsilli müvafiq sahədə minimum 3 il təcrübəsi olanlar sivillərini 4 may tarixinədək şirkətin elektron ünvanına göndərə bilərlər.
istəyənlər əmək haqqı 2000 manatdır və bu gün olan son vakansiyamızı təqdim edirik. LV Caspian Ltd maliyyə meneceri vakansiyasını təqdim edir. Minimum 5 il iş təcrübəsi, Azərbaycan, Rus və İngilis dili biliyi tələb olunur. Əmək haqqı isə 3500-4000 AZN-dir. Əgər səsləndirdiyimiz bu vakansiyalara özünüzü uyğun namizəd hesab edirsinizsə, o zaman CV-nizi vakansiyanın tələblərinə uyğun şəkildə hazır edib birbaşa olaraq vakansiyanı təqdim edən şirkətin ünvanına göndərə bilərsiniz. Bu yolda hər birinizə uğurlar arzu edirik və sizə təqdim edəcəklərimiz bunlar idi. Növbəti həftə yeni vakansiyalar, iş tapmaq və işini dəyişmək istəyənlər üçün yeni təkliflərlə qarşınızda olacaq. Bizi sosial platformalarda da izləyin. Əmin olun ki, hansısa iş sizlikdir.